Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif fizika üçün yenilənmiş qiymətləndirmə tapşırıqları kitabından növbəti testlərin izahıdır. Naqilin müqaviməti nədən asılıdır? Eyni materialdan hazırlanmış naqillərin müqavimətlərinin R1/R2 nisbətini hesablayın. Deməli, baxırıq burada müqavimətimiz R bərabərdir, Rho L bölünsün S-dir. Eyni materialdan hazırlanmış xüsusi müqavimət eynidir. Baxırıq indi burada R1'i tapaq buradan. R1 bərabərdir. Rho eynidir. L'in yerinə yazarıq L. S'in yerinə 2S. R2 bərabərdir. Rho L bölünsün 2L bölünsün S. R1 böl R2 nisbəti lazımdır. Onda buradan vurma yazıb bu kəsi tərsinə çevirək. Yuxarıda S. Aşağıda da Rho vurulsun 2L. S'lər ixtisar gedər, L'lər ixtisar gedər, Rho'lar ixtisar gedər, 2 vur 2, 4, qalar 4'də 1. Deməli, R1 böl R2 bərabərdir 4'də 1. Cavabımız olar A variantı. Sxemdə cərəyan şiddəti hansı elementin vasitəsilə tənzimlənir? Bilirik ki, reostat cərəyan şiddətini tənzimləmək üçündür. Diaqramımıza baxaq. Elektrik dövrəsinin elementlərindən biridir. Hər ikisi ampermetrdə, reostat da elementlərdən biridir. Dövrədəki cərəyan şiddətini ölçür ampermetr. Cərəyanı tənzimləyir reostat. İş prinsipi naqilin müqavimətinin onun uzunluğundan asıllığına əsaslanır reostat. Dövrənin müqavimətini dəyişir. Bu da olar reostat. Deməli, cavabımız olar 2, 3, 4, 5. Baxırıq bu 2, 3, 4, 5. Bir də orta. Y variantımız uyğun gəlir. Uzunluqları eyni olan alüminium naqillərin en kəsiklərin sahəsi S1 və S2 qədərdir. Onların müqavimətləri R1/R2 nisbətini tapın. Deməli, eyni materialdan hazırlanmışdır. Uzunluqları da eynidir. Alüminiumda deməli uzunluqları eynidir. Hər ikisi alüminiumdan hazırlanmışdır. Onda baxırıq müqavimət Rho L böl S. Müqavimət en kəsik sahəsi ilə tərs mütənasib olur. L eynidir, material da eynidir. Onda bizdən R1/R2 üçün yazarıq. R1/R2 bərabərdir. Tərsinə S2 böl S1. Tərs mütənasib olduğu üçün S2'nin yerinə yazarıq 4. S1'in yerinə yazarıq 0.5. O da eləyər 40/5. Eləyər 8. Cavabımız olar B variantı. 5-ci tapşırığımıza baxaq. Sürücü qolu olan reostatın iş prinsipi nəyə əsaslanır? Onun iş prinsipi naqilin müqavimətinin uzunluqdan asıllığına əsaslanır. Baxırıq indi burada naqilin uzunluğuna əsasən müqavimətin dəyişməsi. Cavabımız olar D variantı. 6-cı tapşırığa baxaq. Verilmiş kütləli alüminiumdan müqaviməti R olan bir məftil hazırlanmışdır. Bu məftil xüsusi dartma aparatı vasitəsilə elə dartıldı ki, məftilin en kəsik sayısı 2 dəfə azaldı. Məftilin müqaviməti necə dəyişdi? Baxırıq, yenə müqavimətə Rho L böl S yazırıq. Deməli, məftilin en kəsik sayısı 2 dəfə azaldı. Burada məxrəc 2 dəfə azalırsa, onda burada müqavimət 2 dəfə artır. 2 dəfə artar. Cavabımız olar B variantı. Doğru ifadələri müəyyən edin. Metal naqilin müqaviməti asılıdır. Müqavimət asılıdır naqilin materialından, uzunluğundan, en kəsik sahəsindən, cərəyan şiddəti və gərginlikdən asılı deyil. 1, 3, 5 cavabımız olar. 8-ci tapşırığımıza baxırıq. Uyğunluğu müəyyən edin. Elektrik sahəsinin intensivliyi. İntensivliyin düsturunu bilirik biz. Y bərabərdir F böl Q. D variantı. Cərəyan şiddəti I bərabərdir Q bölünsün T'dir. Və yaxud da Q'nun yerinə YN böl T'də yazarıq. Deməli, B ilə Y uyğun gəlir. Gərginlik U bərabərdir W bölünsün Q'dur. S uyğun gəlir. Vektorial cəmiyyətdir. İntensivlik vektorial cəmiyyətdir. Yəni, Y bərabərdir F böl Q. Deməli, A-nı da biz intensivliyə yaza bilərik. 1'ə A, D, 2'yə B, Y, 3'ə də S yazarıq. Boş xanlara müvafiq sözləri yazın. Naqilin müqaviməti asılıdır materialdan. Onu xarakteriz edir. Xüsusi müqavimət uzunluğundan.
məftilin uzunluğundan L ilə en kəsik sahəsi onu da S ilə yazarıq. Bir cins naqil 4 bərabər hissəyə kəsilmiş və yan-yana qoyulub. Möhkəm bağlanmışdır. Alınmış naqilin müqaviməti 2 ohm oldu. Kəsmədən əvvəl naqilin müqaviməti nə qədər idi? Deməli 4 hissəyə, məsələn bu naqilimiz olsun. 4 bərabər hissəyə bölünüb, yan-yana qoyulmuşdur. Möhkəm bağlanmışdır. Yan-yana, yəni belə 4 hissəni yan-yana qoyub möhkəm bağlanmışdır və müqavimət R ümumi 2 ohm olmuşdur. Kəsmədən əvvəl naqilin müqaviməti nə qədər idi? Deməli biz baxırıq ki, müqavimət rho L bölü S-dir, uzunluqla düz mütənasibdir. Onda məftilin uzunluğu 4 dəfə azalmışdırsa, oradan müqavimət də 4 dəfə azalmış olur. Azalandan sonra 2 ohm olmuşdursa, yəni 4 dəfə azalıb 2 ohm olmuşdursa, əvvəlcə olubdu 2 vur 4 bərabərdir 8 ohm. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.